Biznesə həm də risk demək olar, amma əvvəlcədən mövcud bazarı araşdırmaqla bu riski minimuma endirmək mümkündür. Aparılan bazar araşdırması sahibkarı müvafiq sektorun istehsal və ixrac imkanları, lazım olan işçi qüvvəsi, satış kanalları, rəqiblər, istehlakçıların fikirləri, qiymət və digər məlumatlarla təmin edir. Bununla da sahibkar sonradan yarana biləcək risklərdən xəbərdar olur və qabaqlayıcı tədbirlər görür. Bəs bilirsinizmi ki, bazar araşdırılmasının aparılmasına dövlət tərəfindən dəstək göstərilir? Daxili bazar araşdırmasının aparılması məqsədi ilə mikro, kiçik və orta sahibkarlara informasiya və 20 min manata qədər maliyyə dəstəyi verilir. Mikro sahibkarın müraciəti ilə aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%, kiçik sahibkarın müraciəti ilə aparılan bazar araşdırmasına çəkilən xərcin 50% dövlət tərəfindən qarşılanır. Siz də biznesə başlamazdan əvvəl mütləq bazarı yaxşı-yaxşı araşdırın. Daxili bazar araşdırmasına dəstək üçün sahibkarlar kiçik və orta biznesin inkişafı agentliyinə müraciət edə bilərlər. Çətindir, deyil. 2x2-dir.